Bu səbəb olur ki, bütün İslam ümməti arasında vəhdət yaransın, birlik yaransın. Peyğəmbərimiz, imamlarımız ərəb olub, Qurani-Kərim də ərəb dilindədir. Ərəb dili dünyanın ən zəngin, dərin, kamil dillərindən biridir. İnsan istənilən vaxt öz dilində dua edə bilər. Namazdan sonra öz dilində dua edə bilər. Məşhur nəzər bundan ibarətdir ki, qunutda da öz dilində dua edə bilər. Amma namazın öz sözləri, surələri, zikirləri ərəb dilində olmalıdır. Namazın öz qaydaları var, hökmü var. Əgər hər kəs öz dilində namazı qılarsa, o hökmlər, qaydalar pozulacaq, nizam dəyəcək bir-birinə. Hər kəs öz sahəsi üzrə danışmalıdır. Bunun kimi öz başını girmədiyi yerə salmamalıdır. Əgər insan deyir ki, mən müsəlmanam, Allaha tabiyəm, Allahın bəndəsiyəm, Allahın quluyam, gərək itaatkar olsun. Əks halda bunun kimi şeytanın sözsüzü olacaq. Peyğəmbər sallallahu aleyhi və səlləmin ətrafında digər millətlərdən də var idi. Amma o onlara heç vaxt demədi ki, siz öz dilində namaz qılın. Belə bir mənbə də heç vaxtı yoxdur. İmam Sadiq əleyhissalama bu sualı verdilər. Ağa buyurdu ki, əgər ərəb dilində qılsaq, Əhl-i Beyt əleyhissalamın, Peyğəmbərimizin yolu, Qurani-Kərimin yolu qorunub saxlanacaq və davam edəcək. Yadda saxlayın, əgər ərəb dilində olmasaydı, başqa bir dildə də olsaydı, məsələn, ərəblər deyərdi ki, niyə bizim dildədir? Axır əvvəl bir dildə olmalıdır, bir vahid dildə olmalıdır ya yox?